Gültekin Hacıbeyli ilə axırıncı dəfə ötən gün gecə saat 1-də danışdım. Onda artıq polis idarəsində idi. Turkustan.az xəbər verir ki, bu sözləri AXCP sədrinin keçmiş muavini Fuad Qəhrəmanlı deyib. O əlavə edib ki, noyabrın 30-u səhər saatlarında Gültekin Hacıbeyli Arnavutköy deportasiya məntəqəsinə göndərilib, hazırda onunla heç bir əlaqə saxlamaq mümkün deyil. Böyük ehtimalla bugün Gültekin xanım Azərbaycana göndəriləcək, elə aeroportda da saxlanılaraq Əli Kərimlinin həbsi üçün açılmış cinayət işi ilə bağlı istintaqa cəlb ediləcək. Qəhrəmanlı qeyd edib ki, sözü gedən cinayət işində Gültekin Hacıbeyli ilə yanaşı Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şura Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamalın da adları keçir. Nəzərinizə çatdıraq ki, noyabrın 29-unda Milli Şuranın üzvü sabiq deputat Gültekin Hacıbeyli İstanbulda saxlanılıb, polisə aparılıb. Onun adı Ramiz Mehdiyev işində hallanır. Hacıbeyli Türkiyədə polisə aparılması Əli Kərimlinin Bakıda DTX tərəfindən saxlanılmasından və dindirilməsindən bir neçə saat sonra baş verib.